Salam qızlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə qış üçün yarpağı necə bağlayıram, onun reseptini paylaşmaq istəyirəm. Ən parlaq və şəffaf yarpaqları qopartmağa çalışıram. Bu arada qızlar, hələ də məni izləyib abunə deyilsinizsə, kanalıma abunə olmağı və rəy bölümündə öz dəyərli fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Çox gözəl havadır və bu gözəllikləri sizinlə də paylaşmaq istədim. Baxın, yarpaqlar belə şəffaf və parlaq olmalıdır və tüklü yarpaqlardan istifadə etmirik. Yarpaqları ilk öncə belə dəstələyirəm, üst-üstə yığıram, başları yuxarıda qalacaq şəkildə, sonra isə bankalara yığıram. Yarpaqlardan biraz götürürük, beləcə qatlayırıq və bankaya sıx olmayacaq şəkildə yığırıq. Baxın, beləcə yığdım və bankanın ən üst hissəsini boş saxlayıram. Və başlayırıq digər bankalarımızda doldurmağa. Bankalarımızı doldurduqdan sonra qaynar su əlavə edirik və 5-10 dəqiqə gözləyirik. Bu zaman qaynar su əlavə edildikdə yarpaqlar dibə çökür, üzəri çox hissəsi boş qalır. Bu boş qalan hissəyə bir miqdar yenidən yarpaq əlavə edə bilərik. Qaşıqla və ya hər hansı bir mətbəx aləti ilə yarpaqların arasına qalan hava boşluqlarını baxın beləcə çıxardırıq. Beş-10 dəqiqə keçdikdən sonra bankalarımızdakı suyu boşaldıb, duz və yenidən qaynar su əlavə edib, qaynar suya salınmış qapaqlarımızla bankalarımızın ağzını möhkəm bağlayırıq. Bir dolu xörək qaşığı yodlaşdırılmamış pendir və ya turşu duzundan istifadə edirik.
Xörək qaşığım dolu olmadığından hər bankanın üzərinə bir miqdar yenidən duz əlavə edirəm. Qaynar su əlavə edib ağızlarını kip bağlayıb tərs çeviririk. Soyuyana qədər bu cür saxlayırıq və soyuduqdan sonra sərin bir yerə qoyuruq. Budur, artıq soyuyub və sərin yerə qaldırırıq. Baxın, rəngi necə sarı və şəffaf görsən. Qızlar, keçən bağladığım yarpağı sizə göstərmək istəyirəm. Baxın, rəngi necə gözəl, sanki yeni bağlamışam, o cürə qalıb. Həm də nə qırılmayıb, nə də əzilməyib. Siz də bu reseptdən istifadə edin və yarpaqlarınızı qış üçün saxlayın.